efirlərdə? Valla niyə? Verilişlərimiz, gözəl verilişlərimiz var idi. Hamısı da gözəl idi əslində. Musiqili proqramlar idi da, yəni bir də indi sosial proqramlar, biz onları, yəni qonaqları olurduq sadəcə olaraq. Mən deyim ki, yenə də valla hər şey gözəl idi. İndi müəyyən aparıcılarda günah yox idi, yəni falan. Amma müəyyən indi oxuyanlar ki var idi. Sadəcə olaraq mən o efirdə də bir dəfə Tolikin də verilişində dedim, bir-iki dəfə də başqa verilişlərdə ki, məsələn mən yenə deyirəm, TikTokda olan da məsələn insanları gətirib efirə çıxartdılar. Biraz efir elə bir ki ucuzlaşdı da, yəni. Çünki mən keçən dəfə İlqarın verilişində dedim ki, oturduğumuz bu televiziya məkanındakı bu kreslo, yəni hansısa bir stol çox ağır idi. Çox bizim üçün çətin idi. Orada kresloda oturmaq çox çətin idi. Amma indi bugün təəssüf ki, hamı gəlib orada əyləşə bilirdi. Amma bir o yaxşı şey var ki, indi hər adam yenə də gəlib orada əyləşə bilmir də, yəni belə. Bugün Elnarə Abdullayeva Azərbaycan Respublikasının əməkdar artisti, sözün əsl mənasında bir sənətkar. Bugünkü gün onun baxış bucağı, bax bu dırnaq arası təmizləmə mi deyim, yoxsa həqiqi təmizləmə mi deyim? Yəni bunu rəhbərlik daha gözəl bilər. Biz buna, mən şəxsən hal-hazırda fikir bildirə bilmərəm. Amma Elnarə Abdullayeva buna baxış bucağı nədir? Mənim baxış bucağım ümumiyyətlə belədir ki, yəni hər şeyi zaman göstərir. Zaman bütün dərdlərin dərmanıdır. Həm də zaman bütün işlərin açarıdır. Biz o zamanı, ümumiyyətlə hər şeyi zamana buraxırıq və zaman özü həll eləyir bu şeyləri. İndi mən də sənin kimi, mən də hamı kimi zamana buraxmışam ki, görək nə olacaq axırda, nə bilim. Amma mən inanıram ki, ümumiyyətlə hər şey yaxşı idi, bundan belə də daha gözəl olacaq. Sonda efirdən uzaqlaşdırılan aparıcıları görmək istəyirsiniz, yoxsa yox? Ay Allah, niyə görmək istəmirəm, ona deməkdir. Onlar mənim dostlarımdır, mənim axirət dünya bazı qardaşlarımdır. Mən onları görmək istəyirəm və çox istəyirəm hamısını.